namazda deyirik də ihdina sıratal müstəqim. Bizi sıratal müstəqimə yönəldi. Sonra deyir sirat nədir? Deyir sıratəl-ləzinə ən'amtə aleyhim. O sirat o kəslərdir ki, o siratda sənin neymət verdiyin kəslər hərəkət edir, yol yerir. O neymət verilənlər kimdir? Sıratəl-ləzinə ən'amtə aleyhim. Neymət verdiyin kəslər kimdir? Başqa ayədə buyurur ki, və mən yuti'illah və rəsul fəulaikəl-ləzinə mən ən'amallah aleyhim minən nəbiyyin və siddiqin və şühədai və salihin və həssunə ulaikə rəfiqa. Deyir ki, kim əgər Allaha və Peyğəmbərinə itaət eləsə, Allahın neymət verdiyi kəslərəndir. Allahın neymət verdiyi kəslər salihlərdir, şəhidlərdir, siddiqlərdir, Peyğəmbərlərdir. Ya şəhidlərdirlər, ya şahidlərdirlər. Deməli, onların getdiyi yol, onların karvanı ilə hərəkət edirsənsə, siddiqlər hədisdə var, təfsiri Burhanda var ki, siddiqdən məqsəd başda duran Əlidir. İnşallah, Kunu mə'əs sadiqin ayəsində izah verəcəm. Əhl-i Beytlə bağlı ayələrdən biridir. Siddiq əmirül-müminindir başda, sədaqəti. Siddiqə Həzrət Zəhranın ləqəbidir. Yaxşı. Yəni, Nəbiyyin bəllidir, 124 min Peyğəmbər, düzdür. Orada sonra nə var? Salihlər. Hətta bir yerdə hədisdə də var ki, salihlərdən də məqsəd kimdir? Əhl-i Beytin özüdür, zirvəsi odur. İndi aşağı da ola bilər, ha? İşim yoxdur. Xülasə deyir, əgər onların karvanına qoşulsun, ayə belə də, mən yuti'illah və rəsul və fəulaikə mə'ən əməllah aleyhim, hə? Allahın neymət verdiyi kəslər bunlardır. Sirat da bunların yoludur. Bunların arxasıcan gedə bilsin, onları tanısın, onları öz həyatı ülgü qərar versin, nümunə qərar versin, inşallah dinlərsən, çatarsan ünvana. Sirat, yəni bunların yolu.